Bağlantıdaydı. Davam edək. Dövlət İmtahan Mərkəzi məlumat verib ki, iyunun 1-də 1-ci və 4-cü ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları və 3-cü ixtisas qrupuna aid alt qruplarını seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahanlar keçiriləcək. Ümumiyyətlə, qəbul imtahanlarında keçid balları və yeni qaydaların tətbiqi ilə bağlı hansısa yeniliklər gözlənilir, yoxsa yox? Təhsil mövzusuna davam edib təhsil eksperti Elçin Əfəndiyə suallarımızı ünvanlayacağıq. Elçin bəy, xoş gəlmişsiniz. Biz sizlə gözlənilən imtahanlardan çox danışmışıq. Mən istəyərdim ki, elə son açıqlamalar üzərindən də bəzi istiqamətləri müzakirə edək. Bir məlumat da var ki, Dövlət İmtahan Mərkəzi deyib, mayın 25-də 2-ci və 3-cü ixtisas qrupları üzrə də ali təhsil müəssisələrinə qəbul imtahanları reallaşacaq. Ümumiyyətlə, gözləntiləriniz nədir? Bir bunu bölüşək ayrı-ayrı qruplar üzrə, sonradan yeniliklər danışarıq. Nəzərinə çatdım ki, Dövlət İmtahan Mərkəzi tərəfindən artıq qəbul imtahanının birinci mərhələsi başa çatıb. Hətta nəticələr, o cümlədən abituriyentlərin nəticələrlə bağlı narazılıqlarından apellyasiya komissiyasına müraciətlərinin də dünən nəticələri elan olundu. Yalnız qarşıda ikinci mərhələ, blok imtahanının birinci cəhdi gözlənilir. 25 may tarixində 2 və 3-cü ixtisas qrupları üzrə, 1 iyun tarixində isə 1-ci və 4-cü ixtisas qrupları, o cümlədən ərizə qəbulunda 3-cü ixtisas qrupunun həm dil tarix, həm də tarix coğrafiya alt qrupunu seçən abituriyentlər üçün coğrafiya fənnindən imtahan keçiriləcək. Və ümumi bu ilki iştirakçılara biz nəzər yetirsək, ali təhsil müəssisələrinin ərizə qəbulunda ümumilikdə 131 min nəfərdən çox müraciət qeydə alınıb. Bu isə son illər ərzində qeydə alınmış ən yüksək göstəricidir. Qeyd edək ki, bundan paralel plan yerində müəyyən qədər artım nəzərdə tutulur. Təxminən 61 mindən çox plan yeri bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üçün ayrılması nəzərdə tutulur. Qeyd edim ki, hal-hazırda 25 may tarixində 2 və 3-cü ixtisas qrupları üçün keçiriləcək imtahanda iştirakçı sayında ötən illə müqayisə etsək 2-ci ixtisas qrupunda 2000 nəfərdən çox artım var. Ötən il 23 min nəfər idisə, bu il 25 min nəfərdən çox ümumi müsabiqədə iştirak edən abituriyent var. O cümlədən 3-cü ixtisas qrupunda ötən il 25 min nəfər iştirakçı var idisə, bu il 28 min nəfərdən çoxdur. Burada 3 min nəfərdən çox bir artım var. Nəzərinizə çatdırım ki, burada hətta elə abituriyentlər var ki, onlar birinci cəhddə iştirak etməyəcəklər, birbaşa ikinci cəhddə iştirak edəcəklər və bu amilləri nəzərə alanda 2 və 3-cü ixtisas qrupunda, düzdür, digər qruplarda da var. Əsasən bu iki ixtisas qrupunda gərgin rəqabət mühitinin olacağı demək olar. Bu artımları nə ilə əlaqələndirək? Həmin adı çəkilən ikinci, üçüncü qruplara maraq artıb, yoxsa başqa səbəblər var? Abituriyentlər daha çoxdur bu il. Bu il abituriyentlər və eyni zamanda əvvəlki illərdə ali təhsil, daha doğrusu orta ixtisas təhsil müəssisələrini və orta təhsil müəssisələrini bitirən şəxslər say çoxluğu təşkil edir, məzunların sayı çoxdur. O cümlədən eyni zamanda 2 və 3-cü ixtisas qrupunda humanitar yönümlü ixtisaslar qrupları olduğu üçün əlbəttə abituriyentlərin sayı çoxluğu bu istiqamətdə. Orada həmişə maraq çox olub. Bəli, maraq çox olub və nəzərə alsaq ki, 2 və 3-cü ixtisas qrupları arasında bütün fənlər demək olar ortaqdır, yalnız coğrafiya və ədəbiyyat fənni demək olar ki, burada bölücülük xüsusiyyətlə malikdir. Qalan fənlər hamısı eynilik təşkil edir. Ona görə demək olar ki, burada hər il biz həm 2-ci ixtisas qrupunda, həm də 3-cü ixtisas qrupunda müəyyən artımı görürük. Təbii ki, bu artım həm də əhalinin təbii artımdan qaynaqlanan bir faktordur. Biz təxmin edirik ki, məsələn, təxminən 6-7 il sonra ümumiyyətlə ali təhsil müəssisələrinə müraciət edən abituriyentlərin sayı hal-hazırda 131 min nəfərdirsə, o dövrə təxminən 100-110 min həddinə qədər enəcək. Bu da təbii artımdan irəli gələn faktordur. Amma hal-hazırda ki, bu ilki ildə mövcud vəziyyət reallıq ondan ibarətdir ki, təkcə 2-3-cü ixtisas qruplarında deyil, o cümlədən 1-ci və 4-cü ixtisas qruplarında da ötən illərlə müqayisədə abituriyent sayında artım var. 1-ci ixtisas qrupunda təxminən 31 min nəfərdən çox iştirakçısı var. 4-cü ixtisas qrupunda isə təxminən 6500 nəfərdən çox ümumi müraciət sayı var. Burada da səhv edirəmsə 900 min nəfərə yaxın artımdır. Ümumi bütün ixtisas qrupları üzrə həm abituriyentlərin say çoxluğunun olması, o cümlədən məlumunuz olduğu kimi bu il keçirilmiş buraxılış imtahanları, qəbul imtahanı birinci mərhələsi hansı ki hesab olunur, onların nəticələri ötən illərlə müqayisədə daha yaxşı olduğuna əsaslanaraq blok imtahanlarında da əlbəttə bu nəticələri təkrar edərlərsə, bu həm də ali təhsil müəssisələrinin ixtisas qruplarında formalaşacaq keçid ballarına öz təsirini göstərmiş olacaq. Bir müddət bundan öncə ilə sizin efir vasitəsindən bildirmişdik biz ki, bu buraxılış imtahanı nəticələri xüsusi olaraq 5-ci ixtisas qrupu və 11-lik bazadan kollec istiqamətində daha çox təsir edəcək və bunun da bariz nümunəsini yaxınlarda Dövlət İmtahan Mərkəzi tərəfindən alınan qərarda gördük. İdman istiqaməti üzrə, hansı ki, ötən il 60 bal qeydə alınmışdı müsabiqə vəziyyəti üçün, bu illəri
70 və 80 bala qaldırıldı. Yəni artıq müsabiqədə yalnız bu balı toplayan abituriyentlər iştirak edə bilərlər. Qalan 60 bal, 65 bal toplayanlar artıq müsabiqədə iştirak edə bilməyəcəklər. Onun üçün də minimum 5-ci ixtisas qrupunda artım gözləyirik. İxtisaslar üzrə keçid ballarında 10-15 bal, bəzi istiqamətlərdə isə 5 bala qədər artım qeydə alınacaq. Söhbət 5-ci ixtisas qrupuna gedir. Qalan digər ixtisas qruplarında isə əlbəttə ilk cəhd imtahanları vacibdir. Birinci blok cəhd imtahanı 25 may və 1 iyun tarixində keçiriləcək imtahanlardan sonra təxminən nəticələri biz iyun ayının ilk yarısında ümid edirəm ki, açıqlanacaq və biz biləcəyik ki, birinci cəhd imtahanlarında ümumi həm 2-ci, 3-cü qrupların, həm də 1 və 4-cü qrupların nəticələri hansı vəziyyətdədir? Sualların tərtib olmasından biraz danışaq. Hər il demək olar ki, siz prosesin içindəsiniz və müşahidə edirsiniz işinizlə əlaqədar. Sualların çətinliyi nə dərəcədə yüksəkdir? Bir çox abituriyent bəzi məqamlarda narazılığını ifadə edir. Düzdür, indi hər hansısa bir nöqtəyə çata bilməyəndə istənilən adam özündə yox, qarşı tərəfdə günah axtarmağa başlayır. Amma gəlin biz reallıqları danışaq. Əslində sualların tərtibatı qənaətbəxş hesab edilə bilərmi? Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumiyyətlə nəzərdə tutulan hansı ki, imtahan üçün proqram hazırlanır. O proqram Elm və Təhsil Nazirliyinin tam və orta təhsil müəssisələrində tədris planına və tədris proqramına uyğun hazırlanır. Və bununla bağlı Dövlət İmtahan Mərkəzi tədris ili başlanarkən sentyabr ayından etibarən artıq proqramı elan edir ki, biz növbəti il buraxılış və ya blok imtahanlarını məhz mövzular əsasında götürəcəyik. Ona görə düşünürəm ki, abituriyentlərin kifayət qədər zamanları var və olub da ki, onlar həmin proqram əsasında mövzular üzrə hazırlaşsınlar. İmtahan sualları hər il olduğu kimi yenə də 3 bir nisbə əsasında tərtib olunacaq, asan, orta və çətin. Sadəcə abituriyentlərdən dəfələrlə və biz təkidlə tələb edirik və tövsiyə edirik ki, onlar bütün onlara təqdim olunan hansı ki test tapşırıqları var, onların şərtlərini daha yaxşı mənimsəsinlər və şərtdə soruşulan suala diqqət edirsinlər ki, onlardan nə soruşulur. Bəzən abituriyentlər şərti axıra qədər oxumadan, hansı ki onlardan cümlənin sonunda tamam fərqli bir şey soruşur. Cümlənin əvvəlini oxuyarkən artıq beyin qəbullanır ki, burada doğru cavab hansısa variant ola bilər və həmin cavabı götürürlər, amma sonra məlum olur ki, sualın şərtində yanlışı soruşurdu. Ona görə də sualın mütləq şərtini axıra qədər oxumaq, onlardan tələb olunan nədirsə, onu daha diqqətlə mənimsəyib, sonra cavabı tapmağı tövsiyə edirik. Qeyd edim ki, bu ilki ildə də abituriyentlər blok imtahanı 25 may tarixində düzdür keçirilir. Bəzi hallarda cəmiyyət tərəfindən də bir mənalı qarşılanmır bu məsələ ki, tədris ili iyun ayının 14-ü başa çatır, amma imtahanlar daha erkən keçirilir. Amma Dövlət İmtahan Mərkəzi hansı ki tədris ili başa çatana qədər mövzular tədris olunacaq 11-ci siniflər üçün, buraxılış sinifində tədris alanlar üçün, onlar üçün o mövzular tərtib olunmur. Yəni ən azı imtahana bir həftə qalmışa qədər hansı mövzular ki tədris olunur, sırf onlara əhatə edən suallar olur. Və yeri gəlmişkən qeyd edim ki, son dövrlər baş verən hadisələrlə bağlı imtahan suallarında müəyyən informasiyalar ola bilər. Mövzularda istər 44 günlük Vətən müharibəsi ilə bağlı suallar öz əksini tapa bilər orada. Bu artıq anons edilib. Bəli, Dövlət İmtahan Mərkəzi tərəfindən artıq məlumat verilib ki, yəni bu kimi mövzular proqramda öz əksini tapıb və onlar təbii ki, bu istiqamətə diqqəti daha çox ayırmalıdırlar. Hər halda bu abituriyentlər üçün o qədər də çətin olmaz deyə düşünürəm. Əlbəttə ki, bəli. Özləri yaşadıqları proses içərisində olublar və həmin dövrü yaşayıblar. Ona görə də məhz həmin amillərə diqqət yetirmələri tələb olunur. Xüsusi olaraq da müəyyən mədəniyyətlə bağlı məsələlərdə onlara baxmalıdırlar. Nə üçün? Bu əsasən 2 və 3-cü ixtisas qruplarında tarix fənnində olan istiqamətlərdir ki, məhz abituriyentlər bu istiqamətlərə diqqət ayırsalar yaxşı olar. O cümlədən də biz tövsiyə edirik abituriyentlərə ki, imtahana qədər onlar hansı mövzulardan, hansı fənlərdən çətinlik çəkirlərsə, sırf qalan günləri o mövzulara baxıb daha çox test tapşırıqlarını işləsinlər. Ümid edirəm ki, ötən il olduğu kimi bu illərdə birinci cəhd imtahan abituriyentlər üçün sualların cavablandırılması baxımından əlçatan olacaq və az öncə sizin də qeyd etdiyiniz kimi daha ciddi hazırlaşan abituriyentlər üçün imtahan olduqca sadə və asan keçəcək. Qismən hazırlaşanlar üçün isə həmişə olduğu kimi imtahan çətindir bildiriləcək. Bəzi hallarda fərqli informasiyalar da cəmiyyəti və o cümlədən abituriyentləri çaşdırır. Bu informasiya bilirsiniz birinci cəhd imtahanı və ikinci cəhd imtahanı arasında müəyyən maliyyə məsələsi də var. Birinci cəhd imtahanında tutaq ki, abituriyentlər cari ilin məzunları dövlət büdcəsi hesabına imtahanda şirkət edirlərsə, ikinci cəhddə artıq öz hesablarına şirkət etməlidirlər. Ona görə bəzi hallarda yersiz fikirlər səsləndirilir ki, bəs birinci cəhd blok imtahanında suallar qəsdən, bilərəkdən çətin salınır ikinci cəhdə yönəlsinə. Düşünürəm ki, bunlar hamısı cəfəngiyatdır. Abituriyentlər bu kimi məsələlərə diqqət ayırmasalar və öz planladıqları kimi hazırlaşsalar, daha məqsədə uyğun olar. Elçin bəy, qəbul imtahanları ilə bağlı hər hansısa bir dəyişikliyi indi bu mövsüm keçdi, gələn tədris ilində görə bilərikmi? Məsələn, ağlıma gələn ilk sual ondan ibarətdir ki,
qruplarda abituriyentlər 5-6 fəndən yox, daha az fəndən, daha çox lazımlı olan istiqamətlərdən imtahan versinlər. Əlbəttə, bununla bağlı müzakirələr gedir hal-hazırda da həm Elm və Təhsil Nazirliyi tərəfindən, həm də Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən işçi qruplar bəzi yoxlama ölçmə prosesləri həyata keçirirlər. Hətta bu yaxınlarda bildiyiniz kimi 4-cü və 6-cı siniflər üçün Elm və Təhsil Nazirliyinin tabeliyində olan tam və orta təhsil müəssisələrinə monitorinq imtahanları keçirildi və həmin imtahanlarda bir növ qarşıdakı illərdə qəbul olunacaq qəbul proqramı ilə bağlı demək olar ki, müəyyən təhlillərin aparılmasına imkan verir. Biz ola bilər ki, yaxın 10 il ərzində artıq qəbul imtahanı formatında müəyyən dəyişikliklər görəcəyik. Hətta beynəlxalq deməli imtahanlar əsasında ali təhsil müəssisələrimizə qəbul həyata keçirə bilərik. Yəni məsələn SAT istiqamətində və yaxud da IELTS, TOEFL istiqamətində qəbul həyata keçirə bilərik. Necə ki, bugünkü gündə bizdə yalnız Ada Universiteti SAT istiqamətində qəbul aparırsa və yaxud da IELTS istiqamətində qəbul aparırsa, bunu digər mülki təyinatlı ali təhsil müəssisələrində tətbiq etmək mümkündür. Və əlbəttə ki, bu qərar alınarsa, düşünürəm ki, burada həm şagirdlərin, yəni dərs yükü azalmış olacaq, o cümlədən də valideynlərin əlavə maliyyə etkisinin qarşısı alınacaq. Çünki hal-hazırda qeyd etdiyiniz kimi 6-7 fəndən imtahan verirlər və 6-7 fəndən hazırlaşırlar. Bunların kifayət qədər büdcəsinə, ailə büdcəsinə təsir göstərir bütün bunlar. Ona görə də düşünürəm, Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi gec olmadan artıq bu qərarı qəbul etsələr, məqsədə uyğun olar. Yeri gəlmişkən bu ildən etibarən 9-ların buraxılış imtahanında artıq şəkilli suallar belə xaricidən təqdim olunmağa başlandı. Bütün bu tətbiqlər hamısı növbəti illərdə qəbul olunacaq qərarların alınmasına bir növ dəlalət edir. SAT-nin adını çəkdiniz və Ada Universiteti dediniz. Bəli. Demək ki, Azərbaycanda artıq bu təcrübə var. Bəli. Bu özünü necə göstərdi? Məsələn, Adada bu sistemin tətbiq olunması, bu sistemlə qəbul, şagirdlərin qəbul edilməsi prosesi necə təsir edə bilər? Yəni, biz bunu ümumi olaraq ölkə ərazisində tətbiq edə bilərikmi? Əlbəttə ki, burada düşünürəm, çətin bir prosedur yoxdur. Artıq ölkəmizdə demək olar ki, yuxarı sinif şagirdləri, xüsusilə 10-cu, 11-ci sinif şagirdləri müəyyən hissəsi məhz bu istiqamətdə beynəlxalq imtahanları verməkdə maraqlıdırlar. Hətta artıq hazırlaşanlar belə var. Yeri gəlmişə yaxın günlərdə Ada Universiteti tərəfindən yenidən həmin istiqamətdə qəbulun aparılması ilə bağlı müsabiqənin başlandığı elan olundu. Burada yalnız 2 fəndən hazırlaşır demək olar abituriyentlər. Riyaziyyat və xarici dil, ingilis dilindən imtahan verirlər və əldə etdikləri nəticə də bizdə 700 bal sistem üzərində onlarda səhv etmirəmsə 1600 xallıq istiqaməti. Ada Universitetinə qəbul olmaq üçün ən azı 1400 səhv etmirəmsə xal toplamalı və Ada Universitetinə qəbul olmalıdırlar. Amma yekun nəticədə istənilən halda bizə ilkin mərhələdə həmin tələbənin universitet qəbul olmasına həyata keçirməkdir. Onun müvafiq istiqamət üçün bilik və bacarıqlarını yoxlamaqdır. Hansı ixtisasa yönələcəksə, biz onu həmin ixtisasa qəbul apardıqdan sonra 4 il ərzində və yaxud da indi proqram bakalavr pilləsi üçün hansı il müddətinə nəzərdə tutulubsa, 3 ildə ola bilər bu. Həmin dövr ərzində zaten həmin şəxsi ixtisaslı kadr olaraq hazırlanması universitetin ixtiyarındadır. Ona görə düşünürəm ki, biz qəbul aparana qədər müəyyən kriteriyalar müəyyənləşdirib, necə ki, bunu Ada Universiteti müəyyənləşdirib, digər ali təhsil müəssisələrində də, hansı ki, 50-dən çox fəaliyyət göstərən ali təhsil müəssisəsi var, eyni prinsipi bunlara tətbiq etməklə əldə etmək olar. Fikrimcə, əgər qərar qəbul olunursa, ilk növbədə paytaxt ali təhsil müəssisələrini və regionlarda da infrastruktur və buna imkan çatacaq universitetlər ki var, onlar da tətbiq ilk növbədə həyata keçirilə bilər. Tədricən isə digər universitetlərdə də infrastruktur yaxşılaşdırıb, proqramı uyğunlaşdırdıqdan sonra ali təhsil istiqamətində məhz bu beynəlxalq imtahanlar əsasında da qəbul aparmaq mümkün olacaq. Elçin bəy, belə ənənəvi üsul deyək də, artıq bu test üsuluna bizim üçün ənənəviyə çevrilib. İmtahana abituriyentlər 2-3 il ərzində hazırlaşırlar daha çox. Bu SAT təcrübəsindən danışsaq, bir abituriyentə nə qədər vaxt lazımdır buna hazır olmaq üçün? Fikrimcə 1 il kifayət edir bir abituriyent üçün ki, hətta indi biz xarici ölkə universitetləri üçün 1 il nəzərdə tuturuq. Öz ölkə universitetlərimizə ola bilsin indi bəlkə də qarşıdakı illərdə belə bir qərar alınarsa 1200-1300 xalla qəbul olmaq mümkün ola bilər. Onun üçün də məncə 9 ay, maksimum 1 il hazırlıq kifayət edər ki, onlar məhz 2 fəndən hazırlaşıb, müvafiq imtahanı verib, ali təhsil müəssisələrimizə qəbul olsunlar. Əgər kimsə daha uğurlu nəticə qazanmaq və xaricdə təhsil almaq istəyirsə, əlbəttə onlar üçün ən azı minimal 2 il düşünülür ən yüksək göstəricəni əldə etmələri üçün xarici ölkə universitetləri. Amma öz ölkə universitetlərimizə 9 ay 1 il kifayət edir ki, onlar imtahan versinlər. Onda belə çıxır ki, bu həm pula qənaətdir, həm vaxta qənaətdir. Eyni zamanda repetitor məsələsinə də bir tərəfdən gəlib çıxırıq. Onların da işi azalır və ya ümumiyyətlə onların sayında bir azalma müşahidə edilir. Təbii ki, azalma, kəskin şəkildə azalma qeydə alınır. O cümlədən də biz artıq beynəlxalq yoxlama ölçmə prosesində də daha rahat iştirak edə bilirik. Hansı ki, bu QS reytinq ola bilər, beynəlxalq
reytinq ölçmə hansı təşkilatları var. Orada da bizim artıq qəbul proqramını bu əsasda qeyd edə bilərlər və bu da bizim ümumi ölkə üzrə reytinqimizə müsbət mənada töhfə verə bilər. Aydındır, mən sizə təşəkkür edirəm. Gəldiyiniz üçün, suallarımızı cavablandırdığınız üçün minnətdaram. Qeyd edim ki, təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi studiyamızın qonağı idi. Biz qarşıdan gələn ali məktəblərə qəbul imtahanlarından söhbət açdıq.